Əhl-i Beytin şad günündə şad olmalı, qəmli, kədərli günlərində kədərli olmalı nəsib eyləsin. Zəhra salamullah aleyha Peyğəmbərin dediklərindən, Qur'anın ayələrinə əsasən ən müqəddəs qadındır. Seyyidət Nisa-ı aləmindir. Qadınlar içində ən fəzilətli, ən kəramətli qadındır. Elə bir qadındır ki, Allah Peyğəmbərimizə onu Qovsər olaraq əta elədi. Peyğəmbərimizin imamət, nübüvvət nəsli ola, istər Peyğəmbərin şəxsi nəsli ola, Əhl-i Beytin nəslini Xanım Zəhra salamullah aleyha ilə davam edir. Onlar ki, güman edirdilər Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndən sonra həm gətirdiyi din nəticəsiz qalacaq, həm də Peyğəmbərin nəsli kəsiləcək. Bilmirdilər ki, Allah Teala Xanım Zəhra salamullah aleyhanın vasitəsilə bu nəsli davam edəcək. Mən bugünkü xütbəmdə Xanım Zəhranın bir əhəmiyyətli xüsusiyyəti barəsində istəyirəm danışım. Çox əhəmiyyətlidir. Allah Teala o vaxt razıdır ki, İnsan Allah'ın əmrini həyata keçirdir. İnsan Allah'a ibadət edir. Onun əməli Allah'a görə həyata keçirilirsə, o zaman Allah insandan razıdır. Əgər bir insan günah edirsə, Allah'a üsyan edirsə, o zaman Allah ondan narazıdır. Əgər o üsyanı davam edərsə, Allahın qəzəbinə tuş gələr. Allah Quran-ı Kərimdə buyurur, لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ Peyğəmbərimizə buyurur ki, Fəth surəsinin 18-ci ayəsində لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ Allah müminlərdən razı oldu. Sahabələr arasında olan müminlərdən razı oldu. Ne zaman? Peyğəmbərlə ne altında beyət etdikləri zaman. İz yubayi'uneke tehtəşşəcəra. Niye razı oldu? Çünkü Peyğəmbərə beyət edildi. Allah razılığını bildirir, səbəbini də açıqlayır. Deyir ki, möminlərdən razı oldum. Niyə razı oldum? Ona görə ki, sənə beyət elədilər. Ona görə ki, sənə itaat elədilər. Ona görə ki, sənin sözünə qulaq asdılar. İz yubayi'uneke tehtəşşəcəra. Sənə beyət etdikləri üçün mən razıyam. Sonra dedi, innellezine yubayi'uneke innema yubayi'unallah. Sənə beyət edən Allah'a beyət edir. Yavaşça ayet edir, ya ehlezine amene ati'ullah ve ati'ur rasul ve ulil emri minkum. Ey müminler, Allah'a, Resuluna, en sahibine itaat edin. Nisa 59. Sonra 81-82'de deyir ki, ve men yuti'illaha yuti'ir Resul'a fakat ata Allah. Herkes Peygamber'e itaat ederse Allah'a itaat etmiş olur. Herkes Peygamber'e kulak assa Allah'a kulak asmış olur. Peygamber'e itaat Allah'a itaattir. Peygamber'e itaat olarsa Allah'a itaat olar, Allah da o insanlara razı olar. İndi itaat etmese biri Peygamber'e Allah'a itaat etmemiş olur. Təbii olarak Allah da ondan razı olur. Davam edərsə Allah'ın üzerinde duş gələr. Bəs nə vaxt demək olar ki, Allah bütün hallarda her zaman
bütün əməllərində Allahın rizasını qazanırsa, o insan məsum insandır. Bu insan günahdan, xətadan, üsyandan uzaq olan bir insandır. Odur, Peyğəmbərimiz buyurur, Xanım Zəhra salamullahi aleyhə, deyir ki, İnnallâhe yarda lərzâki və yârzabı lərzâki. Allah, sən razı olarsansa, sənin razılığa razıdır. Və sən qəzəblənərsənsə, Allah da qəzəblənər. Bax, insan hansı bir məqama yüksəlir ki, o razı olarsa Allah razı olar. Necə sən Peyğəmbərə itaat etsin, Allah'a itaat etmiş olursan, Peyğəmbərə beyət etsən, Allah'a beyət etmiş olursan, Peyğəmbərə üsyan etmiş olsan, Allah'a üsyan etmiş olursan, Peyğəmbərə razı etmiş olsan, Allah'a razı etmiş olursan, Xanım Zəhra salamullahi aleyhə da o məqama yüksəlmişdir ki, Peyğəmbərimiz buyurur bunu Əhməd ibn Həmbal Rəzâ Sahabə Əhl-i Beytin barəsində kitab yazıb, sahabələr barəsində Əhl-i Beytə xüsusi bir fəsil ayırıb. Bu fəslində bu hədisi deyildir. Peyğəmbər dedi Xanım Zəhraya ki, Allah sən qəzəblənərsənsə qəzəblənər. Sən bir şeyi istəyərsənsə, razı olarsansa Allah da razı olar. Baxın, hansı məqama yüksəlmişdir? Bir qadındır ki, mütləq məsumdur. Bütün işləri Allah'a xatirdir. Həyata keçirdiyi bütün əməllər Allah'a ibadətdən ibarətdir. Onun əgər əməlində zərrə qədər Allah'a üsyan olsaydı, Allah'a günah olsaydı, mütləq şəkildə heç vaxt Peyğəmbər deməzdi ki, Allah sənə, sən qəzəblənəndə qəzəblənir, sən seviləndə sevinir, sən razı olanda razı olur. Onu deməzdi. Şək qoyar. Allah Quran-ı Kərimdə deyir ki, Ya eyyuhellezîne âmenû, ati'ullâhe ve ati'ur-rasûl ve ulil emri minkum. Ey müminlər, Allah'a və Rəsuluna və əmr sahiblərinə itaat edin. Heç bir qeyd-şərt qoymur. Allah'a itaat edin. Mütləq şəkildə deyil, qeyd-şərti yoxdur. Peyğəmbərə itaat edin, qeyd-şərt yoxdur. Deyir, Allah səhv etməz ki, Allah nə edirsə, o düzdür. Ona qeyd yox lazım deyil ki, filan yerdə elə, filan yerdə eləmə. Ehtiyatlı ol, birdən məsələn, bəzi yerdə olmaz, belə bir qeyd yoxdur. Peyğəmbərdən üçün məsum olduğu üçün şərt yoxdur, qeyd yoxdur. Sahib, əmr sahibləri də mütləq olur. Amma Allah Quran-ı Kərimdə deyir ki, əgər sən deyir, atanına itaat elə, atanının sözünə qulaq asmıyor. Və in cahidəkə lituşrikə bi ma leysə ləkə bi ilmü fələ tutayhuma. Əgər atanın səni günaha dəvət edərsə, bir atana itaat elə. Günaha dəvət edərsə, itaat elə. Niyə o qeydi qoyur? Çünki atanın insana günaha da dəvət edə bilər, Allahın üsyanına da dəvət edə bilər. Deyər, gel oğluna, deyər ki, şərab al deyər. Gel haram çörək qəzən deyər. Gel filan günahları, bunu deyər bilər ya, Allah burada itaat edeməmişdir. Vasahət kumafid, dünya ma'ruf və bütpərəst olursa olsun, sən ona yaxşı davran, amma burada itaat yoxdur, Allah'a üsyana çağıra bilməz. Amma Əhl-i Beytə gəlir, heç bir qeyd-şərt yoxdur. Siz əmr sahiblərinə itaat edin. Hansı zaman? Birdən günaha dəvət edir. Bunu demir. Çünki onlar məsum insanlardır. Odur hədisdə də Allah Peyğəmbərimiz buyurur ki, Allah Xanım Zəhraya deyir, sən qəzəblənəndə Allah da qəzəblənir. Sən razı olarsansa birindən Allah da ondan razı olar. Peyğəmbər dedi, əgər Peyğəmbər birindən razıdırsa, Allah ondan razı. Peyğəmbər narazıdırsa,
Allah da ondan razıdır. Çünkü bu insanlar mənsum insanlardır. Bunlar heç vaxt şəxsi maraqlarına görə, şəxsi hisslərinə görə kimdənsə razı olub, kimdənsə narazı olmazlar. Bunların razılığının kökündə Allah sevgisi, Allahın öz marağı durur. Allahın istəyi durur. Odur, biz insanlar da gərək Əhl-i Beyti özümüzə nümunə götürmüşüksə, bütün işlərimizdə şəxsi maraqlarımızı yox, Allah marağını nəzərdə alaq. Əgər ikimizdə Allahın istəyi yoxdursa, belə ki, hətta o zahirdə dini əməl də olursa olsun, o bizi cəhənnəmə aparır. Dünən də söhbətdə dedik, İxlas əməlin əsasını təşkil edir. Niyyət və xalis olar. Niyyət xalis olarsa, əməlin onda məqbul olar. Əməl çox gözəl də olsa, məscid tikirsən, çox gözəldir, dərs verirsən, dini təbliğ edirsən, kasıba, əlsiz ayaqsıza kömək edirsən, yaxşı işdir. Amma özəlində təqva olmazsa, ixlas olmazsa, niyyət pak olmazsa, o əməl məqbul deyildir. Odur, bütün əməllərin əsasını niyyət təşkil edir. Rivayətdə də ona görə deyilir ki, niyyət əməlin özündən çətindir. Niyyət eləmək, yəni həyatı, əməli həyata keçirməkdən çox çətindir. Niyyət təmiz olmalıdır. Əhl-i Beytin əməllərinin başında duran niyyətlər başdır. Allah'a xatirdir. Odur, mütləq şəkildə Peyğəmbərimiz deyir ki, Allah xanım Səhra qəzəblənərsə, qəzəblənər. Niyə? Çünki onun qəzəbi heç vaxt şəxsi marağa görə olmaz. Onun qəzəbi heç vaxt qohuma görə, qardaşına görə, maddi marağına görə olmaz. Bəzən qəzəbləndirir, şəxsi marağımız təhlükəyə düşür. Qardaşımdır qəzəbləndirəm, qohumumdur qəzəbləndirəm. Ya birindən razı olurum, ona görə ki, mənim dostumdur. Əməldə bu dostumdur, qardaşımdır, tanışımdır. Onlar da deyil. O əgər birindən narazı olarsa, ona görə narazı olar ki, o Allaha qarşı çıxır. O da müminin xüsusiyyətlərində, Peyğəmbərimiz buyurur, müminin xüsusiyyətlərindən biri budur ki, لَا يَقْبَلُ الْبَاطِلَ مِنْ صَدِقِهِ buyurur, mümin öz dostundan kabul etmez. وَلَا يَرُدُّ الْحَقَّ مِنْ عَدُوْبِهِ düşmənindən də haqqı kabul eder. Haqq deyirsə düşməni olursa da olsun, onu kabul eder. Mümin xüsusiyyətlərindən biridir. Biri haqsız danışırsa, batil danışırsa, dostu da olursa olsun, mümin onu kabul etmez. Ne olur dostu olur? Dost, Allah'a göre dosttursa, sen Allah'a göre birinden dost olursansa, hiç bundan haksızlığı kabul edilmez. Kabul edirsense bilgine ki, dostluğun Allah'a göre değil. Dostluğun şəxsi istərine göredir. Şəxsi tanışlığa göredir. Eğer bütün əməllərimiz Allah'a göre olarsa, Allah bütün əməllərimizdən razıdır. Odur, Allah Teala müminlərdən razılığını, səbəbini də deyir. Radiyallahu anil mu'minin. Allah müminlərdən razı oldu. Ne zaman? Ne için? O zaman ki Peygamberle sülh bağladılar, beyat edildiler Peygamber'e. Niye razısın? Çünkü beyat edildiler. İtaat edildiler Peygamber'e. İtaat edildikleri için razıyım. Bu onu gösteren mi kendisi razıdır? İtaat bozularsa Allah deyir ki, ben razıyım. Allah hemen Ahzab suresinin 23. ayetinde der ki minel mu'minine sadaku ma'adullah aleyh فَمِنْهُمَ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا Ahzab suresinin 23. ayetidir. Müminlerin içinden bazı kişiler öz əhdlərine sadık kaldılar. Müminlerin bazıları öz əhdlərine sadık kaldılar. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ Bazıları dünyasını dəyişirlər. وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ Bazıları da həyatdadılar. وَمَا بَدَّلُوا تَبْدِيلًا Onlarda bir dəyişiklik baş verməmişdir. Bakın, Allah
deyir, beyət edənlər razıyam. Onlar ki, sonra kəsindirirdilər beyətini, fəmən nəfizə fəyinə o yanı tutala nəfsi. Hər kəs beyəti sindiraşı öz ziyanladır və deyir ki, bəziləri beyəti sindirdilər. Ona görə Allah demir, bu insanlardan mən həmişə razıyam. Mütləq şəkildə demir. Deyir, beyət edibsə razıyam. Amma Xanım Zəhraya gələndə, Əhl-i Beytə gələndə qeyd şərt yox. Çünki onlar hər zaman, hər yerdə, hər halda Əhl-i Beyt Allaha itaat edir. Onların bütün istəkləri, bütün əməlləri Allaha xatirdir. Odur Peyğəmbərimiz deyir, Allahımız deyir ki, onlar nə edirsə itaat edir. Çünki onlar şəxsi istəklərinə heç vaxt edirlər. Onlar qəzəblənərsə Allah qəzəblənər. Çünki qəzəbləri şəxsi işlərinə görə olmaz, şəxsi maraqlarına görə olmaz. Onlar razı olarsa Allah da razıdır. Çünki onlar heç vaxt öz maddi maraqlarına görə, şəxsi istəklərinə görə razı olmazlar kimdənsə. Allah bizi Əhl-i Beytdən, Qurandan ayrı salmasın inşallah. Xanım Zəhra o məqama yüksəldi ki, bütün əməlləri Allaha xatiridir. Bütün rəftar, bütün addımı, fədəkir istəyirdirsə Allaha qadir istəyirdir. Gəlsi, mal dövlətinə görə istəmirdir. Əgər Əli Əleyhisselamın daxil edirdisə, əri olduğuna görə yox, qohumu olduğuna görə yox, imamət məqamına yüksəldiyinə görə daxil edirdi. Onun imamı olduğuna görə daxil edirdi. Peyğəmbərin haqq vəsisi olduğuna görə daxil edirdi. Ona görə də onun bütün əməlləri Peyğəmbər tərəfindən, Quran tərəfindən bizim üçün nümunə olur. Əgər onun əməllərində şəxsi istər olsaydı, ya başqa imanlarımızın əməlində şəxsi istər olsaydı, heç vaxt Allah təala onları bizə nümunə seçməzdi. İlahi-Pərverdigar, bizi Qurandan, Əhl-i Beytdən ayrı salma. Bizi Xanım Zəhranın həqiqi, sadiq davamçılarından qərar ver. Qul huvallahu əhəd, Allahu-s-səməd, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين الصلاة والسلام على محمد المصطفى وعلى علي المرتضى والحسن المجتبى وحسين بن علي الشهيد بكربلاء وعلي بن الحسين زين العابدين ومحمد بن علي الباقر وجعفر بن محمد الصادق وموسى بن جعفر الكاظم وعلي بن موسى الرضا ومحمد بن علي الجواد وعلي بن محمد الهادي وحسن بن علي العسكري والقائم الحجة وعباد الله تقوى الله رب اشرح لي صدري ويسر لي امري واحلل عقدة من لساني يفقهوا قولي. İnsanın dahili rahatlığı, dahili əmniyyəti, təskinliyi bəzən həqiqi olur, bəzən süni olur. Bəzən insan rahatdır, ona görə ki, onun rahatlığının səbəbi həqiqi deyildir, sünüdür, psixolojidir. Bəzən də həqiqidir. Əfəəminu məkrəllah. Allah Quran-ı Kərimdə buyurur ki, siz Allahın tədbirindən özünüzü əmin-amanda görürsünüz, özünüzü rahat hiss edirsiniz. لَا يَأْمَنُ مَكْرَ اللّٰهِ إِلَّا الْقَوْمُ الْخَاسِرُونَ.
onun rahatlığının səbəbi həqiqi deyildir, sünüdür, psixolojidir. Bəzən də həqiqidir. Əfəəminu məkrəllah. Allah Quran-ı Kərimdə buyurur ki, siz Allahın tədbirindən özünüzü əminə amanda görürsünüz, özünüzü rahat hiss edirsiniz. La ya'menu mekrallahi illa'l qavmul xasirun. Bədbəxtlərdən başqa özlərini əmin-amanda hiss etməzlər. Demək, bəzi əmin-amanlıqlar var, bəzi ruhi rahatlıqlar var, onlar şeytanın insana təlqin etdiyi rahatlıqdır. Süni rahatlıqdır. Həqiqi rahatlıq deyil, həqiqi əmniyyət deyildir. فَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا. Bəziləri dünya ilə rahat olurlar. Bir pulum varsa, mən rahat hiss edirəm özümü. Pul olmayanda mən narahatam. Bax, bunun rahatlığının səbəbi puldur. Birinin vəzifəsi varsa, özünü rahat hiss edir. Onu güvənir ki, rahat hiss edir də. Bu rahatlıq ki, onda yaranır, bu rahatlığın səbəbi pulu, parası, vəzifəsidir. Ya özü vəzifədə deyil, qohum qardaşı vəzifədə vardır. Ona güvənir. Hər bir insan bir şey güvənir. O güvənmək onda o rahatlığı yaranır. Bəziləri pula görə rahatdırlar, bunlar bu rahat deyil. Bəzilərdə yaranan bu rahatlığın səbəbi vəzifəsidir. Ya yaxın dostunun, qardaşının vəzifədə olmaq. Bəzilərinki yox, bunlar deyildir. Bəzilərində qəbiləsinin güclü olmasıdır, dost tanışlarının çox olmasıdır. Buna görə rahatdır. Və müxtəlif səbəblər saymaq olar, dünyəvi səbəblər. Siz bir cəmiyyətə baxın, o insanlar ki, zülm eləyirlər, haqsızlıq eləyirlər və özlərini rahat da hiss edirlər, harasa nəyəsə güvənirlər də bunlar. Bu rahatlıq, bu təskinlik sünidir, təbii deyildir, bu psixolojidir. Yəqin də İslam fəlsəfəsində, yəqin, bizdə məsələn, insan yəqin mərhələsinə çatır, bir şeyə inanır. O da iki cürdür. Psixolojidir, bir də həqiqi, məntiqi. Siz əgər bir insanı, məsələn 5 nəfər, 10 nəfər söhbətləşə, qərarlaşa ki, bir insana hansısa bir şeyi inandıralar. Bir insanı hansısa bir xəbərlə inandıralar. Məsələn, fərz edin, bir hadisə baş verməyib, siz bir insana o hadisənin baş verdiyini inandırmaq istəyirsiniz. Ya bir nəfərin yaxşı olduğunu, ya pis olduğunu inandırmaq istəyirsiniz. Ona inandırmaq istəyirsiniz ki, filan kəs yaxşı adam deyil. Hansı ki, o adam yaxşıdır. 10 nəfər sövdələşirsiniz, bir onun xəbəri olmadan ki, siz sövdələşir, bir gedib ona xəbər verir. Filan adam belədir, belədir, belədir. Siz onda o insana qarşı mənfi fikri təsbit edə bilərsiniz. Bu inana bilər ki, o adam pis adamdır. 10 nəfər mənə dalmadan bu xəbəri verdilər. Sahabələrdən var idi, sövdələşdilər, bu Hakim Müstədrəkdə bunu gətirir bu hədisi və başqa əhl-i-sünnə mənbələrində gəlmişdir. 4 sahabə sövdələşdi ki, biz səfərdən qayıdıb bir peyğəmbərin
huzuruna gedib, qəbuluna düşüb, Əli əleyhissalam haqqında bəd danışarıq. Əli əleyhissalamın barəsində ona şikayət edərik. Biri gəldi Peyğəmbərə bunu dedi. Bir Peyğəmbər qulaq asdı, bunu dinlədi, bu çıxdı. İndi bəzi rivayətlərdə var ki, Peyğəmbər buna cavab verdi. Amma axırda Peyğəmbər hər dördünə cavab verir. Bu sözün dedi, qayıtdı. İkincisi gəldi, sözün dedi, qayıtdı. Üçüncüsü gəldi, dördüncüsündə Peyğəmbər bəzi rivayətlər var ki, dördünə cavabından bu sözü dedi. Bəzilərində var, axırda bunlara dedi. Dedim, ma turiduna min Aliyyim. Siz Əli əleyhissalamdan nə istəyirsiniz? Əliyyun vəliyyu kullu mu'minin ba'di. Əli bütün müminlərin məndən sonra rəhbəridir, vəlisidir. Bu hadisə nə üçün qurulmuşdu? Onun üçün qurulmuşdu ki, Peyğəmbərdə süni olaraq Əli əleyhissalama qarşı nifrət yaradalar. Əli əleyhissalam barəsində Peyğəmbərdə mənfi fikir yaradalar. Bu da Peyğəmbərdə bunu yaratma olmaz ki, məsumdur və ma yantiqu anil hava inhuva illa vahyun yu'ud da məsumdur. Onun danışıqları hamısı Allahdandır. O Əli əleyhissalamı tanıdığı kimi Allahdan başqa heç kim tanımır. Bunu dəyişmək olmaz fikrini. Mən bunu misal çəkirəm. Bəzən insanda dəyişiklik baş verir, bir şeyə inanır, inanmağının səbəbi psixoloji amildir. Məntiqi deyil. Bəzən məntiqidir. Bugün siz görürsünüz, məsələn, tarixdə də bu baş verir. Bəzi təbliğatlar nəticəsində insanlarda Qurana qarşı, İslama qarşı, şiəliyə qarşı mənfi təsəvvür yaratmaq istəyirlər və bəzən də müvəffəq olurlar. Bu müvəffəqiyyətin səbəbi psixoloji amildir. Həzrəti Əli əleyhissalam Şufədə zərbətlənəndə Şam əhəlinə çatdı ki, Əli əleyhissalamı şəhid elədilər. Şam Peyğəmbərdən sonra müsəlman oldu. Zahirdə əksəriyyəti dinə gəlmişdi. Dinə gələndən sonra da Muaviyyənin dini ilə tanış olmuşdular. Bunlar Muaviyyədən başqa kimsəni görməmişdilər ki. Muaviyyənin dini necə olar? Eşitdilər ki, Əli əleyhissalamı Küfədə zərbətləyiblər, şəhid eləyiblər. Dedilər, haradadır Əli əleyhissalam? Harada vurublar mı dedilər? Məsciddə şəhid eləyiblər. Nə dedilər bunlar? Əli namaz qılardı. Əli məsciddə nə eləyirdi? O, bu psixoloji amildir. O qədər mənfi təbliğatlar gelmişdi ki, insanlar elə başa düşürdülər ki, həqiqətən də Əli əleyhissalam Allahdan, Peyğəmbərdən uzaq bir şəxsiyyətdir. Bu təbliğatların nəticəsində psixoloji yəqin yarada bilirlər. Psixoloji baxımdan insanları inandıra bilirlər. Amma bunun məntiqi bir tərəfi vardır. Peyğəmbərə 1000 nəfər də o sözü desəydi Əli əleyhissalam barəsində, onda o dəyişiklik baş verməzdi. Əbu Zərə 1000 nəfər də desəydi, baş verməzdi. Çünki Əbu Zərin, ya Salmanın, Miqdadın Əli əleyhissalam barəsindəki olan məlumatı məntiqli bir məlumatdır. O görür ki, bu şəxsiyyət bu böyük hadisələrdə həmişə Allahın Peyğəmbərinin yanında olub. Həmişə bu adam canını Allaha görə təhlükəyə atır. Və o şücaətləri ki, Əli əleyhissalamdan görüb, o nitqini, o elmini ki, ondan xəbərdar idi, bu psixoloji amil onu dəyişə bilməz. Biz də bu məsələni diqqətdə saxlamalıyıq. 5 nəfər də sizə bir xəbər dedi, onu görə araşdırasınız. Xəbərə təkcə inanmaq psixoloji zəifliyə dəlalət edir. İnsan gərək araşdırar, fətəbəyyənu. Bizim işimiz araşdırmaqdan ibarətdir. Ola bilər sənə əksin deyərlər. 10 nəfər deyə
ki filan adam yaxşı adamdır. Çox gözəl adamdır. Siz onu bir vəh kimi qəbul eləməyin, tez inanmayın. Tez inansız psixoloji problemimiz vardır. Gərək araşdırasınız. Araşdırıb nəticəyə gəlsin, onda olar səndə yaranan yəqin, səndə yaranan inan məntiqli bir inanma var. İnsanları bugün ona görə rahat azdıra bilirlər ki, onlarda araşdırma, tədqiq etmə hissini öldürürlər. Təkcə insanlar dinlədiyini, eşitdiyini qəbul edir. Bu mənfi bir xüsusiyyətdir. Allah Quranda nə qədər deyir ki, fəsiru, seyr edin, gedin baxın, gedin görün, gedin araşdırın. Təfəkkür edin, əfələ yətədəbbərunəl Quran, tədəbbür edin, təfəkkür edin. Niyə bunu deyir? Deyir, get özün də gör. Ged araşdır. Səndə bu təsəvvürü yarada bilərlər. Məsələn, Peyğəmbərin öz dövründə də elə insanlar var idi ki, müsəlmanlar arasında şaya yayırdı. Buna murcifun Quran deyir. Əracif yayırdı. İnsanları yalanlara inandırmaq istəyirdilər. لَاِنْ لَمْ يَنْتَهِ الْمُنَافِقُونَ وَالَّذ۪ينَ ف۪ي قُلُوبِهِمْ مَرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَد۪ينَ لَنُغْرِيَنَّكَ بِهِمْ. Əgər Peyğəmbər münafiqlər, qəlbi mərəzlilər və şayayanlar öz əməllərindən əl çəkməsələr, səni onlara biz hakim edərik. Səni onlara biz cəzalandırmaq üçün sənə göstəriş verərik. لَنُغْرِيَنَّكَ بِهِمْ, yəni səni onlara istila tapdırarıq. İstila taparsan onlara, icazə verər ki, istila taparsan onlara. Sən onları məhv eləyəsən. Bu icazəni verərik sənə. Bu murcifun insanlarda psixoloji inam yaratmaq istəyirdilər, mənfi inam. Ki, düşmən çox güclüdür, düşmən çox zorludur, imkanlıdır, bizi məhv eləyər. Bugün də müsəlmanları bunu inandırmaq istəyir dünya ki, biz çox güclüyük ya. Avropalılar, Amerikalılar bizə inandırmaq istəyir, biz güclüyük, biz sizi məhv eləyə bilərik. Psixoloji baxımdan bizi məğlub eləyirlər. Amma insan öz dininə qayıtsa, öz imkanlarına qayıtsa, bu müsəlmanlar öz imkanlarına qayıtsalar, öz keçmişlərinə qayıtsalar, rahat düşməni məğlub eləyə bilərlər. Bugün dünya miqyasında ən imkanlı, ən təsir edici amil neftdir. Bugün Avropanın, Amerikanın iqtisadiyyatını geriləmək üçün, onun iqtisadiyyatını zəiflətmək üçün ən böyük imkan müsəlmanlar əlində neftdir. Əgər nefti bir gün onlar Avropaya satmasalar, bunların zavodları dayanacaq. O zavodlar ki, bomba hazırlayır, qırıcı təyyarələr hazırlayıb, gəlib müsəlmanların başına tökürlər bombaları, o bizim neftimizin sayəsindədir. Müsəlmanların neftlərinin sayəsindədir. Biraz dünya bazarında neft bahalaşsa, hər şeyə dünyada təsir edir. Bu Avropa ölkələrində bu qədər mitinglər siz görürsünüz, bahalaşması, bütün daxili məhsulların, xarici məhsulların bahalaşması nəticəsindədir. O da nədən yaranır? Neft bahalaşarsa o da bahalaşar. Hər şey neftdəndir. Bu kimin əlindədir bugün? Müsəlmanların əlindədir. Onlar bizi psixoloji baxımdan inandırmaq istəyirlər ki, siz zəifsiz, siz istəsiz öz hüququnuzu bərpa edəsiz, sizi məhv edərlər. Amma məntiqi bizdə bir inam yaranmalıdır. Biz qayıtmalıyıq bir keçmişimizə, bir baxmalıyıq, araşdırmalıyıq. Bizim cavanlarımız, mütəxəssislərimiz, kəllələrimiz, o fikir mərkəzləri gərək bir düşünələr, daşınalar, tədqiq eləyələr. Yollar var, niyə yoxdur? Bugün bizim dünya səviyyəsində müsəlmanlar arasında problemdir. Quran-ı Kərim deyir ki, bu problem keçmişdə də var idi.
Allah Quranda buyurur ki: "Ya eyyuhellezine amenu la tettehizul yehuda ve nasara avliya." 51-ci ayət Maide surəsində: "Ey möminlər, ey müsəlmanlar, Hristiyanlarla, Yahudilərlə dost olmayın. Onlar sizə dost olmazlar. Onlar sizin düşmənlərinizdirlər." Sonra 52-ci ayəsində deyir: "Fətarəllezine fi qulubihim maradun yusari'un fihim." Siz qəlbi mərəzliləri onlara sarı tələsdiyini görərsiniz. Qəlbi mərəzlilər. Yəquluna nəxşən tusibana daira. Məntiqlər də bundan ibarətdir. Biz əgər onlarla əlaqə qurmasa, öz əlaqələrimizi qırsa, bizə məhv edərlər. Bizi məhv edərlər. Bu məntiq qəlbi mərəzlilərin, münafiqlərin məntiqidir, bugün də davam edir. Bunu kim yaradır? Bu şayə yayanlar. Kim yaradır? Psixoloji cəhətdən insanları məğlub edənlər. Biz ağlımızı qoysaq, xəyallarımızla hərəkət eləsə bu bədbəxtçiliyə gedəcək. Təəssüflər olsun müsəlmanları müəyyən qədər inandırıblar buna. Mömin gərək Allaha inana. Ondakı olan daxili narahatlığın səbəbi Allaha üsyan olsun. Daxili rahatlığın səbəbi Allaha itaat olsun. O da Quran deyir ki, onlar ki Allah'tan qeyrisinə sığınırlar, onlar sanki hörümçək toruna sığınırlar. Bunların sığındığı yer, özlərini rahat hiss etdiyi məkan hörümçək torudur. İstər iqtisadiyyatları olsun, hörümçək torudur. Biraz bugün neft bağlaşır, bunların iqtisadiyyatı deyil bir-birinə. Bu hörümçək torudur da. Bunların istər siyasəti olsun, bunların ictimai dayaqları olsun, hamısı hörümçək toruna bənzəyir. Bu hörümçək torudur. Amma Allaha sığınan bir iqtisadiyyat olarsa, bir mədəniyyət olarsa, bir siyasət olarsa, o möhkəm bir dayağa sığınmışdır. Möhkəm bir dayağa söykənmişdir. Quran deyir ki, münafiqlərin bənzədir, deyir, münafiqlər o ağaca bənzəyirlər ki, başqa bir şeyə söykənir. Kəənnəhum xuşubu musənnədə. Bunlar söykənmiş ağaca bənzəyirlər. Onun söykəndiyi nədir? Ya puldur, ya vəzifədir, ya da başqa bir dünyavi maddi bir şey. Onu çəksin, o yıxılacaq. Görürsünüz, bəzilərinin əlindən biraz pul çıxır, infaq keçirirlər, ya vəzifəsini alırlar, infaq keçirirlər. Bunun söykəndiyi budur. Amma Allaha söykənən insan heç vaxt yıxılmır. Heç vaxt, çünki Allah yıxılmır. Nə eləyirlər eləsinlər, o yıxıla bilməz. Onun başını da kəsələr, o yıxılmır. O başı kəsəndən sonra cənnətə daxil olur. Ən böyük məqama gedir, çatır. Amma dünyaya və onun maddi nemətlərinə söykənən insanlar, Allah Quranda buyurur ki, hörümçək toruna sığınırlar. Hətta sən dağa da çıx ki, bugün Hz. Nuh oğluna dedi, ya buna yərkən ma'na və la təkun ma'al kafirin kəmin kəmiyə, dedi, qala sahab ilə cəbəlin yəsiminlə, dedi, mən dağa çıxacağım. Dedi, o dağ səni qoruya bilməz, bugünkü əmr Allah tərəfindən gəlir. Qala la asməl yəmmə min əmrillah. O dağın zirvəsinə də qalxsın sən, o iqtisadiyyatın zirvəsinə də qalxsın, hörümçək torudur, Allahın qəzəbi gəlirsə gör ona. Ona sən qabağın ola bilməzsən. Amma sən bu tufanlarda Əhl-i-Beyt gəmisinə münsün, tufanda səni suyun içində sən xilas olacaqsın. Çünki Bismillahi məcraha mursaha, o gəmini hərəkətə gətirən də, onun lövbərini atan da Allahdır. Onu hərəkətə gətirən də, onu saxlayan da Allahdır. Biz o gəmiyə minək. Biz o əqidəni qəbul edək. O iqtisadiyyatı qəbul edək ki, İslam onu qəbul edir. O möhkəm olar. O fikirləri qəbul edək ki, o fikirlərin kökündə İslam durur. Allahın sözü durur. Allahın sözü durmursa heç nə. Psixoloji baxımdan mən deyirəm, yəqinimiz o zaman bizdə məntiqlidir ki, biz onu araşdıraq. Biz onu görək ki, bu yəqinin kökündə, bu inamın kökündə Allahın sözü durur. Düzdür ya düz deyil, araşdırmalıyıq.
ya da psixoloji bir amildir. Bunu araşdırandan sonra hər bir məsələdə belədir. İstər iqtisadiyyatda da çoxlarında psixoloji amillər durur. Bunlar zəif bir amillərdir. İstər siyasətində olsun, istər cəmiyyətin əxlaqında. Bugün Avropa mədəniyyətini, biz İslam mədəniyyəti ilə müqayisə eləsin bugün, bunu gələcəyi ilə müqayisə eləsin. Avropa mədəniyyətinin axırı vəhşilidir. Vəhşilik. Da kişiləri o günə, qadınları o günə qoyan bir mədəniyyətin axırı vəhşilikdir də. Amma İslam mədəniyyəti insana insanlığı öyrədir, onun insanlığını qorumağı vəzifə bilir özünə. İnsan öz insanlığını qorumalıdır və boynunda ən böyük vəzifəsidir. İslamın insan üçün ən böyük vəzifəsi bundan ibarətdir ki, öz vicdanını qorusun. Vicdan qorunarsa, hər şey qorunar. Vicdan olmazsa, hər şey adamdan alınar. Allah bizi vicdanlı, əqidəli, imanlı şəxslərdən qərar versin. Pərvərdigara imanımızı, ixlasımızı kamil eylə yenə. Əhl-i Beytin həqiqi, sadiq davamçılarından bizi qərar ver yenə. Pərvərdigara İmam Zaman ağanın zuhurunu təcil eylə yenə. Həbsdə olan qardaşlarımızı Əhl-i Beyt xatirinə azad eylə yenə. Düşmənlərinə hidayət olmurlarsa məhv nabud eylə yenə. Vəssalamu aleykum və rəhmətullah.